Dedin ki ayrılaq her şeyi unutalım. Vay! Odur. Xatirələrdən də oxundu varaq-varaq. Sinəmi dağladın, bizim üçün ağladın bitən. Sevgimi şirin şeker bir nalın oydasında dağıldı. Görüş yeni darıxır yenə. Şirin şeker bir nalın oydasında dağıldı. Sevgim gözler seni döne döne. El çekmir yakamdan. Hiç zaman bu hicran yandırır beni güle güle. Ümitler bugünle yaşar hele. Garibe dünyadı bir ucu sevdadır. Arzular yanlı döndü küle. Ayrılık indi güle güle leyleyek. El çekmir yakamdan. Hiç zaman bu hicran yandırır beni güle güle. Ümitler bugünle yaşar hele. Garibe dünyadı bir ucu sevdadır. Arzular yandı döndü küle. Ayrılık indi güle güle leylek. Alınmadı. Çok sağ olun efendim. Ay sen hoş geldin. Nihayet. Hoş geldin. Təqdim elə özünü. Cəfərov Qəşəm, 25 yaşım var. Sumqayıt Hardan şəhərindən gəlirsən? qatılır. Sumqayıt şəhərindən. Sumqayıt şəhərinə şəhər. salamlarımız. İstedadlar şəhəri. Birincisi qoy mən sözümü deyim. Mən bax bizim də ustadımız olub da. Vagif Öyrə. müəllim, Vagif Gərazədən. Gərazədən. Alqışlayaq. Bu nə mahnıdır? Bu necə gözəl əsərdir. Bu Və İradə İbrahimova da İbrahimovaya salamlarımız Çox getsin gözəl buradan möhürünü Türkiyəyə. vurmuşdu. Günün bugün necən səslənir? İradənin ifasında hamımız eşitmişik, əzizimiz. Sən də çox gözəl oxudun. Çox sağ olun. minnətdaram. Hər xırdalığı ilə belə Çünki qadına yazılan çatdırdın. bir mahnıdır və sən onun Və asan da mahnı bütün deyil. həyəcanı, hər şey qoyuram kənara və Qəşəm, sən gəl, onu gəl, bacardın. gəl yanıma, gəl. Bax, iki ustadın tələbəsi var. Həm Röya, həm Təsadüfə bax. Gərazədə mahnısından. Gərazədə mahnısı. Və Biz Gərazədə neyniyək? yetirməsi ikisi də döndü. Çox çətin oldu mənim üçün. Danış Gəlin. özün haqqında biraz. Harda oxuyursan, harda çalışırsan, ixtisasın nədir? Musiqi təhsilim yoxdur. Yoxdur. Sadəcə olaraq restoranlarda oxuyuram. Sumqayıtlarda qalırsınız? Sumqayıtda Calat qəsəbəsində qalıram. Hə, lap yaxşı. 2 gündən biri oradayım, qonşuyuq demək olar. Niyə bu Yaxın mahnını gözlə seçdin? tərəflərə. Niyə bu mahnını? Bax, nə düşündün bu mahnını Çox seçəndə? sevirəm mahnını həqiqətən. Vəssalam, Çox deməli sən sevirsən. bizi sevirsən. Əlbəttə. Bilirsiniz niyə? Mənim hardasa 14-15 yaşım, Allah rəhmət eləsin, Sərvər müəllim Şahbəyli mənə Şahbəyli. apardı Vagif Gərazədən yanına. Mən bilmirəm kimdir, heç Sərvər müəllim tanımıram, qaldı Vagif Gərazədə. Heç kimi tanımıram da, evdə özü üçün paltar yuyan, qardaşına, bacısına baxan bir qızam. Məni çıxartdılar səhnəyə, dedi ki, bir mahnı oxu. Mən oxudum Alim Qasımovla Almaz Ələskərman mahnısını. Bilə-bilə yandırmısan, saçlarımı yandırmışam, ürəyimi dondur. Mənə dedi ki, saxla dedi. Dedi ki, bunu belə çöndü, Sərvər müəllimə baxıb dedi ki, bunu öyrədib gətirmirsən ki, mənim mahnımı seçsin ki, falan. O and içdi ki, doğrudan da mən özüm bu qızı tanımıram da. Mən dünən axşam tanış olmuşam onun ailəsi ilə. Yəni, bu ümumiyyətlə bizi tanımır. O bilmir sən kimsən, mən kiməm. Bəs niyə bu mahnı? Mən dedim ki, bilmirəm, mən bu mahnını xoşlayıram. Sərvər müəllim dedi ki, sən anlamırsan. Demək ki, bu yaşında sən bu mahnını dinləyirsən, yəni. Demək ki, bizim uşaqdır da. Və mən elə başladım bu yola. Və mən inanıram ki, sən əgər bu yolla bura gəldinsə, çünki bu yol çox çətin yoldur. Vagif müəllimin mahnılarını ifa etmək və ümumiyyətcə onu hiss etmək. Bilirsiniz, necə çətin adamdır, özü kimi də mahnıları çətindir. Və hər müğənni də yəni, mümkün deyil. Və sənin bu ilk
böyük bir səhnən və sən hətta restoranda belə oxusan, mən artıq bilirəm artıq sən restoranda da hansı tip mahnılar oxuyursan. Böyük səhnədə zövqün ilk bəllidir. dəfədir. Bəli, zövqün bəllidir, yəni İlk onu dəfədir. demək istəyirəm. Ancaq bax belə yerlərdə oxumusan, amma böyük səhnəm ilk Bəli. dəfə budur. Özünü necə hiss edirsən bu səhnədə? Təbii ki, biraz həyəcanlıyam amma Qəşən bilirdin Hə. ki, dönəcəklər sənə, hiss edirdin, yoxsa bədgüman gəlmişdin? Yoxsa iddialısan ki, finala kimi yürüyəcəksən hər hansı bir açığı komandada? desəm, Röya xanımı bilirdim dönəcək. Bilirdin ki, Röya xanım dönəcək. Necə bu necə? Çünki tam əmin idim Vaqif müəllimin tələbəsi olduğuna. Aha, bəs Zülfiyə xanım Babayev ondan o daha Haqda Orada dərin şok məlumatım yox idi. Zülfiyə xanım daha sərt və seçicidir. Yox. Deyəsən, Vaqif Gərazədənin mən də tələbəsi olduğunu bilmir. Onun məlumatı yox. Bəli, o Onun məlumat. məlumatı yox idi ki, mən Vaqif Gərazədən Mən düşünürəm ki, hər hansı ustadı seçsən, sən yanılmarsan. Çünki ikisi də dönüb ki, sənin səsin, xüsusilə bu eniş yoxuşlar çox gözəl idi. O qədər bizə yaxındır bu. Səlisdir və çox Röya. yaxındır. Həm Röyaya, həm Zülfiyə xanıma. Zülfiyə xanımı da seçsən, çox sevinəcəm. Bunu Fərqi Sən yoxdur udarsan, bizim üçün. Yenə də, yəni Zülfiyə xanıma getsən də yenə mənimsən, mənə getsən də yenə Zülfiyə xanımsan. Bunu bil, Emosiya çünki çatışmır. Soruşuram ki, misal üçün, enerji. sizi niyə seçsin? Bax, bir deyin də, o Heç maraqlıdır nə, da, yox? Birincisi, o restoranlardan yığıb yığışdıra bilərik. Aha. Böyük səhnəyə gətirə Daha bilərik. böyük, bəli, səhnəyə. Daha böyük səhnəyə. Bir konsert verər, bir auditoriyası olar, bir fanları olar, sevənləri olar. Çox sağ olun. sən Röya bəs nə vəd eləyirsən? Sən nə bu dəfə? vədirsən? Hamısını dedim. Mən heç də saxlamadım. Paylayarsınız da onda. Mən heç də Onda orta ilə saxlamadım. gəl bura. Qəşəng çətin seçimdir, yox? Bəli, Yəni, həqiqətən. yəni Murad və Zülfiyə xanım dönsəydi, nə var idi ki, Zülfiyə xanım seçmək, yaxud Eldar və Röya bu mənada ki, Gərazadə mahnısından gəlmişsən və hər ikisi Gərazadə tələbəsidir. Qəşəng Nə sevinmir edəcəksən? səni elə bir. Elə bir sevinmir səni. Yox, mən hal-hazırda biraz şokdayım, ona görə olar. Ki mənim üstümdə qırğın gedir, hə? Biz danışırıq, o heç başa düşmür. Sadəcə Qəşəm o ya. Ağlında adlardır. Röya, Zülfiyə, Röya, Zülfiyə, Röya, Zülfiyə. Seçimini elə qəşəm. Mən Röya xanımı seçəcəm. Hoş geldin gülüm. Dünyama. Hoş geldin. Hoş geldin. Tebrikler. Təbrik eləyirəm. Uğurlar olsun. Təbrik eləyirəm səni. Seçiminə görə də təbrik eləyirəm səni. Uğurlar. Uğurlar. Qəşəng mahnılar oxutduracaqsan Röya. Hə. Biz heç